Çox əziz dostlarımızdan biri ruhani dostlarımızdan biri, Allah canını sağ eləsin, əziz Hacı İlqar qardaşımız, mən müəllif hüququnu qorumalıyam, ondan eşitmişəm bu sözü. Göytəpə kəndindəki ustadımız Hacı İlqar gözəl bir açıqlama verirdi. Vasitə mövzusu barəsində. Baxın, Quran-ı Kərimdə var ki, وَبْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ, Allaha doğru vasitə ilə gedin. Gözəl bir açıqlama verirdi. Deyirdi ki, baxın, Allah Taala'nın yuxarıdan dini endirməsi asandır, ya aşağıdan yuxarı kiminsə dinə çatması asandır. Təbii ki, yuxarıdan endirməsi. Allahın ən qüdrəti intihasızdır, həm çox imkanları var. Yəni, hər tərəfli Allah Taala dini istəsə hər birimizin qəlbinə daxil edər, ilham edər qəlbimizə, vəhy edər qəlbimizə. Bəs niyə vasitələrlə göndərir? Baxın, Allah Taala öz əlində çox asan olan bir şeyi vasitəsiz göndərmir. İndi ya bizə başa salmaq istəyir, ya müəyyən bir hikməti var. İndi biz durub iddia edək ki, Allaha doğru getməkdə vasitəyə ehtiyac yoxdur. Necə gülünc görünür, necə gülünc görünür. Allah Taala'nın ki, heç nəyə ehtiyacı yoxdur, heç bir köməyə ehtiyacı yoxdur, işinin heç bir ağırlığı yoxdur. İzə əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Nəyi istəsə, ol desə kifayətdir. İstisnasız nəyi istəsə, istisnasız nəyi etmək istəsə, ol desə kifayətdir. Bu qədər qüdrətə malik olan bir varlıq, Peyğəmbərin vasitəsilə, mələyin vasitəsilə, başqa vasitələrlə, möminlərin vasitəsilə, Quran-ı Kərimdə bunların hamısına işarə olunur. İş görür. Biz buradan Allaha doğru qalxmaq üçün iddia etsək ki, yox, vasitəyə ehtiyac yoxdur. Nə əhl-i beyt, nə təvəssül, nə başqa əməllər ehtiyac yoxdur. Elə biz birbaşa gedib Allaha qovuşa bilərik. Bu nə qədər mənasız görünür, göz qabağındadır. İkincisi də, Üstad deyirdi ki, Allah Taala bizə şah damarımızdan yaxındır, yaxın deyil. Təbii ki, yaxındır. Qəlbimizin damarından bizə yaxındır. Həyatı bizə birbaşa verə bilər. Yaşayışı, yaşamı, enerjini, feyzi bizə birbaşa verə bilər. Niyə günəş yaradıb, ay yaradıb, ulduz yaradıb? Elə bunların vasitəsilə niyə verirdi ki? Niyə mən torpaqdan həyat alıram, günəşdən həyat alıram, sudan həyat alıram, havadan həyat alıram? Elə birbaşa özü verərdi. Baxın, yenə vasitələrdən istifadə edir. Bunlar bizə dərsdir ki, Allaha çatmaq üçün vasitələr lazımdır. Necə ki, Allah Taala öz mesajını bizə çatdırmaq üçün vasitələrdən istifadə edir.